Qarabağın Albaniyalı futbolçusu Redon Cica evlənib. 26 yaşlı hücumçu vətənində Kristin adlı xanımla ailə həyatı qurub. Qeyd eləyək ki, Redon Cica 2023-cü ilin yanvar ayından Ağdam təmsilçisində çıxış eləyir. Dünyanın ən populyar TikTok fenomenlərindən biri olan Khaby Lame Amerika Birləşmiş Ştatlarında miqrasiya qaydalarını pozduğu üçün qısa müddətə saxlanılıb. Hadisə Las Vegas beynəlxalq hava limanında qeydə alınıb. ABŞ miqrasiya xidmətinin əməkdaşları Lame'in vizasının müddətinin bitdiyini aşkar etdikdən sonra onu saxlayıblar, lakin həmin gün onun azadlığa buraxıldığı və daha sonra könüllü şəkildə ölkəni tərk etdiyi bildirilir. Qeyd eləyək ki, 162 milyondan çox izləyicisi olan TikTok'un ən çox abunəçiyə sahib simalarından olan Khaby Lame eyni zamanda UNICEF-in xoşməramlı səfiridir.